Devam edirik əziz tamaşaçılar. Birinci hissəyə bağlanmışıq. Out Qəbələnindir. Bizim də YouTube kanalımıza abunə olmağı unutmayın. 17-ci dəqiqə gedir. 18-ci dəqiqə gedir artıq. Və Difai Aksu'nun qapısı topu meydana daxil edir. Görək bu oyunda hansı komanda qələbə qazanacaq? Out Qəbələnin. Qəbələ indi pressing eləyir. 18-ci dəqiqə gedir. Hələ ki oyunda hesab açılmayıb. Aha. Mikrofon arxasında da mənəm. Demirov, Hüseyin Ağa. Hava bir pas Qəbələdən. 19-cu dəqiqə başlayır deyəsən. Hələ ki görüşdə hesab açılmayıb. Difai Aksu 0, Qəbələ 0. Out deyəsən Difai Aksu'nundur ya da Qəbələnindir. Bəli. Out deyil, cərmə zərbəsi təyin olunur. Out deyil, cərmə zərbəsi vuracaq qırmızı qaralar. Və hakimin fiti gəldi. Və ala bir pas. 20-ci dəqiqə artıq başlayır. Siz de bizim YouTube kanalımıza abone olun ki bu tür maraqlı görüşləri izləmək şansınız olsun. Aha, Qəbələ indi pressing eləyir və qapısı yerindədir. Aferin. Difai Aksu'nun qapısı bütün ötürü Qəbələnin bütün ötürmələrini oxuyur. Keçən tur Difai Aksu 3 eləmişdi, bərabərə qalmışdı. Out Qəbələnin, out Difai Aksu'nundur. Altı vurdu Difai Aksu. Aha. Qapısı yerində. Yəni Difai Aksu'nun qapısı paslaşır komanda yoldaşı ilə. Aha, pressing. Yani Difai Aksu pressinglə hesabı açmaq istəyir və gol deyil. Bəxti gətirdi Qəbələni. Az qala pressing eləyəcəkdi, amma yetişmə alınmadı. 22-ci dəqiqə başlayır görüşdə. Səlahiyyət Ağayev Qəbələnin qapısını qoruyur. Aha. Qəbələndi. Paslaşır. Qırmızı qaralar. Qonaq komanda. Ala pas 22-ci dəqiqə
22. dəqiqə gedir. Allah, pressing. Qəşəng. Heç nə alınmır. 23. dəqiqə başlayır. Oyunda hələ ki hesab açılmayıb. Üçüncü dəqiqə gedir. Qəbələ. Qəbələnin qapısı yerindədir. Şimdi qırmızı qalaların fasiləyə kimi görə hesabı bərabərləşdirib yeni hesabı aça biləcəklərmi? Oyun o qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Hava bir pas, Qəbələdən amma heç nə alınmadı. Şimdi qonaq komanda pressing eləyir. 24. dəqiqə başlayır artıq. Gələn mövsümdən etibarən Qəbələ Karvan Gümüşlü Premyer Liqaya yüksələ bilər. Qəbələnin də hesab aça bilsəydi yaxşı olardı, amma heç nə alınmadı. Şimdi qayda pozulub. Difai aksiyon oyuncusu yerdə qalıb. Qapıdan zərbə ilə oyun davam edir. Bir pas. Beşinci dəqiqə artıq yekunlaşır. İndi difai axşı pressing eləyəcək. Meydan sahibləri görə hesabı aça bilərmi və görək, Dremliklərlə yadda qalır, amma Səlahat Ağayev yerindədir. 26. dəqiqə başlayır. Pas. Qəbələ pressing eləyəcək fasiləyə qədər. Hesab 0-0'dır. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Pas Qəbələdən. Heç nə alınmadı və deyəsən korner olacaq. 26. dəqiqə artıq yekunlaşmaq üzrədir. Və Qəbələ indi qırmızı qaralar korner vuracaq. Görək fasiləyə qədər hansı komanda hesab aça bilər və top meydanı tərk edir. Və bizim təşkilati dəstəyimiz Futbol Arenasına həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Həmçinin də
Ekstra Time'a hem öz adımdan hem de YouTube kanalımız adından teşekkürümü bildirdim. Difade Aksu artık paslaşa rəqibin cərimə meydançasına girmək istəyir, amma heç nə alınmadı. Out Qəbələnindir. Və pressing. Ve bir pas. Ve top meydandan çıktı. Korner olacak. Kapıdan zərbə değil. Küncüdən zərbə. Yok, küncüdən zərbə değil. Kapıdan zərbə. Korner değil. Kapıdan zərbə ilə oyun devam edir. Oyunda Aksu oyuncuları fasiləyə qədər hesabı açabiləcək mi? Difade Aksu'nun oyuncuları yeniden pressing eləyir. Və qayda pozulub. ...29-cu dəqiqə gedir artıq. Qəbələ indi pressing eləyəcək. Və ala bir pas. Bir Difade Aksu. Meydan sahibləri topu götürmüşdü, amma heç nə alınmadı. Pas ve Difade Aksu'nun kapısı yerindedir. Şimdi Difade Aksu pressing eləyəcək. Görək fasilə kimi hansı komanda hesabı açacaq və deyəsən sarı verər, bəli. Difade Aksu'nun oyuncusu yeni bir yerde kalıp sarı verə çıxacaq hakim ekibindən, ama yok, sarı verə yok. Hakim yeni düzleşte gelir. 31-ci dəqiqə gedir. Və cərimə zərbəsi vuracaq meydan sahibləri. Bir pas. Pressing 32. dəqiqə başlıyor ve qayda pozulur. Out Qəbələnindir. Yox, out değil, sərbəst atış. Ve pressing.
Qəbələndi. Pressing eləyəcək. Bravo. Pressing qonaq komandadan alınmışdı ama heç nə alınmadı. İndi Qəbələnin hücumu təzdən başlayır. Komandanın başını Qoyboykin qutarsın başına etkilərdə təqdim edəcəm. Bir pas. Paslaşır elə ki qonaq komanda. Deməli, baş məşqçiləri də təqdim edeyim. Amma Qoyboykin qutarsın sonra. Bir pas Qəbələdən. Hepsi alınlar. 34. dəqiqədir. Hesab elə ki 0-0'da. Heç nə alınmır yenə. Difada axşı əla müdafiə olunur. Və out Qəbələnir. Out difada axşınındır. Bir pas. Pressing. Beşinci dəqiqədir. Baş məşqçiləri təqdim edeyim sizə deməli. Difada Ağsunun baş məşqçisi Vüqar Məmmədov. Deməli, Qəbələnin baş məşqçisi Kakabet Qaqası, Gürcüstan əsilli baş məşqçi. Daha doğrusu Difada Ağsunun baş məşqçisi Vaqif Şirinbəyovdur. Otuz 6. dəqiqədir. Və qayda pozulub. Qəbələndə pressing eləyəcək, paslaşır elə ki qonaq komanda. Yedinci dəqiqə başlayır görüşdə. Hava pas. Qayda pozulur, bu oyundan kənar vəziyyət.
Artık oyunda 37. dəqiqədə yekunlaşır. Bizim təşkilatı dəstəyimiz Futbol Arenasıdır. Həm öz adıma, həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Ekstra Time'a həm öz adımdan, həm də YouTube kanalımız adından təşəkkürümü bildirirəm. Qəbələ pressing gelir. Hava bir pas. Hava bir pressing gelir Qəbələ. 38. dəqiqə gelir. Out. Qəbələnin bir adı difayda aksiyonundur. Bəli, out difayda aksiyonundur. Pressing. Qəbələnin qapısı Səlahat Ağayev yerindədir. Artıq birinci hissanın sonuna gəlib çatırıq. Birinci hissədə hesab açılmayacaq deyəsən. İkinci hissəni gözləməliyik. Mikrofon arxasında da mənəm. Demirov, Hüseyin Ağa. Difayda aksiyonun qapısı yerindədir. Və pressing. Qəbələ indi paslaşır komanda yoldaşlarıyla. Qəbələnin indi hücumu başlayacaq deyəsən son dəqiqələrdə. Aha. Pas ama heç nə alınmadı və az qala difayda aksiyon meydan sahibləri pressing eləyirdi. Out Qəbələnin. Artıq birinci hissanın sonlarına yaxınlaşırıq və qayda pozulub, hakim ona baxmır. Və Qəbələ indi pressing eləyəcək. 42-ci dəqiqədir. İndi Qəbələ fasilə kimi bir qol vura biləcəkmi? Xəxavətli Xaxaçının yetirmələri. İndi Qəbələ pressing eləyir. Hakim oyunu saxlayır.
Qəbələ paslaşır. Aha, indi solçuna açılır komanda. Hələ ki paslaşmaqla məşğuldur. Kakabet Kakasyan'ın yetirmeləri. Pressing. Aha. Pressing alınır, kamerasını alınmadı önde. Paslasınlar, hələ top Qəbələnin Qəbələ komandasının məcbində bir top. Out. Out deyil, qapıdan zərbə. Dördüncü dəqiqədir və qapıdan zərbə ilə oyun davam eləyəcək. Top meydana daxil edildi və Səlahat Ağayev yerindədir. Pressing. Ya kapının üstünden geçti ve aha, Qəbələnin bu ucunu görək nə ilə başa çatacaq və etsin alınmalı. Aha, Qəbələnin bu ucumundan görək nə çıxardacaq. Solcuna açılır və birinci hissə bitti, ikinci hissə də görüşürük.